Hər vaxtınız xeyir. Bugün 2024-cü il müəllimlər işə qəbul imtahanında qəbula düşən sual tiplərinin davamına baxacağıq. Sual 2 2024-cü il qəbul sualıdır. Yəni sual 2 həmin il qəbula düşən sualdır. Sual 3 və sual 4 isə fərqli illərdə qəbula düşmüş suallardır. Siz sual 3 və sual 4-ü əgər mənasını dəqiq başa düşmüsünüzsə, sual 2-ni də rahatlıqla yaza bilərsiniz. İlk öncə mən sual 2-ni izah etməmişdən əvvəl sual 3 və sual 4-ə toxunmaq istəyirəm. Gəlin başlayaq. Demək, sual 3-də deyir ki, xüsusi bir sistemdə informasiyanı kodlaşdırmaq üçün LED lampalardan istifadə edilir. Hər bir LED lampa 3 fərqli vəziyyətdə, yəni qırmızı, yaşıl, göy vəziyyətlə ifadə olunur. Bu sistemdə bəs 200 fərqli simvol kodlaşdırmaq üçün ən az neçə LED lampa olmalıdır? Öncəliklə suala baxmamışdan əvvəl mən bu sualın hardan gəldiyini, niyə, nə üçün, necə edildiyini başa salmaq istəyirəm. Məsələn, tutaq ki, deyirik ki, 32 simvollu əlifbamız var. 32 simvollu əlifbada bir simvol 5 bit yaddaşda yer tutur. Və yaxud da deyirik ki, tutaq ki, 28 simvollu əlifbamız var. 28 simvollu əlifbada yenə bir simvol yaddaşda 5 bit yer tutur. Bəs niyə görə 32 simvollu əlifbada 5 bit, 28 simvollu əlifbada 5 bit yer tutur? Bilirik ki, 28-i gətirib 2-nin qüvvətləri arasına yazarıq. 2 üstü 4-lə 2 üstü 5 arasında yerləşir və qüvvəti böyük olanı götürürük həmişə demişik. Burada da 5 bit ona görə olur. Amma niyə görə 5 biti götürürük? Bax, əgər biz bunun mənasını tam dəqiq başa düşsək, o zaman digər bu tip misalları həll edə bilərik. Bit dedikdə, biti kodlaşdırmaq üçün iki vəziyyətdən istifadə olunur. 0 və 1-dən istifadə olunur. Bit 0 və 1 vəziyyəti olur. Bitin 0 və 1 vəziyyəti olur. Bax, məsələn, bir dənə qutu çəkirəm. Bu qutunun içərisinə 0 və ya 1 yaza bilərəm. Yəni, qutunun içərisinə 2 vəziyyət yaza bilərəm. Ya 0 yazacağım, ya 1 yazacağım. Bir qutunu çəkdik. Digər qutu çəkək, yenə bura ya 0 ya da 1 yazılacaq. Yəni, 2 vəziyyətdən 1 yazılacaq. Eyni şəkildə bunları bir-birinə vururuq. Burada da 2 vəziyyət 0 və yaxud da 1, yenə 2 vəziyyət 0 və yaxud da 1. 2, 2, 4, 4-ü 2-yə vursaq 8, 8-i 2-yə vursaq alınır 16. Baxıram ki, 32 16-nın içərisində yoxdur. 32 ədədi 16-nın içərisində yoxdur. Ona görə mən yenə davam edib, bunu bir dəfə də 2-yə vuracağam. Və görəcəm ki, artıq 16-nı 2-yə vuranda alınır 32. Və bu qutuların da hər biri yaddaşda 1 bit yer tutmuş olur. Ona görə deyirik ki, 32 simvollu əlifbada bir simvol 5 bit yer tutur. Adi 28-in özünə baxaq. 2 vur 2, 4, 4 vur 2, 8, 8-i vursaq 2, 16. 28 16-nın içərisində, bax, 16-nın içərisində yerləşmədiyinə görə biz deyirik ki, 28 yaddaşda 5 bit yer tutur. Çünki əlavə bir dəfə də 2-yə vururuq, eləyir 32. 32 simvollu əlifbada da, bax, qutuları saysaq hərəsi 1 bitdən 5 bit yer tutmuş olacaq. Bu səbəbdən həmişə demək, üstü böyük olan götürülür. İndi bura baxaq. Bizdən bit vəziyyəti yoxdur. Bizə deyir ki, 3 fərqli vəziyyət var. Yəni, qırmızı, yaşıl, göy və bizdə böyük enimiz 200-dür. Böyük enimiz 200-dür və 3 fərqli vəziyyətimiz var. Qutunu çəkdik. 3 fərqli vəziyyətimiz var. Qırmızı, yaşıl və göy. Demək, bunlardan biri burada olacaq. Bura yazıram 3. Bir dənə də qutu çəkirəm. Yenə 3 fərqli vəziyyətlə. Qırmızı, yaşıl, göy, 3. 3-ü 3-ə vursam 9 eləyər. Düşünürəm ki, 209-un içərisində varmı? Yox. 209-un içərisində yoxdur. Ona görə davam edirik. Bir dənə də qutu çəkirik. 3 vəziyyətdən birini yenə bura yazacağıq. 9-u 3-ə vuranda 27 eləyir. Yenə 27-nin içərisində 3 yoxdur. Davam edirik.
Bir dənə də qutu çəkirik, 3 yazırıq bura. Bu rənglərdən biri yazılır bura. 27-ni 3-ə vuranda 81 eləyir. Yenə 281-in içərisində yoxdur deyə yenə davam edirik. 3-ü yazırıq bura. İndi 81-i 3-ə vuranda, artıq gəlir eləyir 243. Mən deyirəm ki, 243-ün içərisində 200 yerləşir. Bunlar da bayaq dedik ki, hərəsi bir bit yer tutduğuna görə, demək burada ən az neçə dənədir? 1, 2, 3, 4, 5. 5 led lampa olar. Ən az 5 led lampa olmalıdır. Bunu qısaca belə edə bilər. Necə ki, dedik ki, biz 28 simvolu əlifbada bir simvol 5 bit yer tutur. Neynədik? Onu 2-nin qüvvətləri arasına saldıq. Onun kimi də, çünki bitdə 2 vəziyyət var, 0 və 1 vəziyyət. Amma bizdə indi hal-hazırda 3 vəziyyət deyib deyə. Biz indi 200-ü 3-ün qüvvətləri arasına salırıq. 200 3 üstü 4 ilə 3 üstü 5 arasında yerləşir və həmişə qüvvəti böyük olanı götürürük. Demək, buradan da alınır 5. Daha sonra deyir ki, bu səfər deyir ki, yuxarıda 3 fərqli vəziyyət deyirdi. İndi 4 fərqli vəziyyət deyir bizə. 4 fərqli vəziyyət və 300 fərqli simvol deyir. Böyük enim 300-dür. 4 fərqli vəziyyət deyirsə, qutumu açdım. 4 fərqli vəziyyət nədir? Qırmızı ola bilər, yaşıl ola bilər, göy ola bilər, ağ ola bilər. 4-ü yazdım bura. Bu vəziyyətlərdən biri yazılır bunun içərisinə. Yəni 4 fərqli vəziyyət burada istifadə olunacaq. Bir dənə də qutu açdım, 4-ü yazdım. Bunlar bir-birinə vurulanda edir 16. 316-nın içərisində təbii ki, yoxdur. Yenə bir dənə qutu açırıq, içərisinə 4 yazırıq. 16-nı 4-ə vuranda edir 64. Yenə 300. 64-ün içərisində yoxdur. Davam edirik. Bir dənə də qutu açıb yazdıq 4. 64-ü 4-ə vuranda edəcək 256. 300 256-nın da içərisində yoxdur. Yenə davam edib bir dənə qutu açırıq və bunu vururuq yenə 4-ə. 256 4-ə vurulanda edir 1024. İndi deyirik ki, 300 1024-ün içərisində yerləşdiyinə görə və qutular da hərəsi bir bit yaddaşda yer tutduğuna görə buradan alırıq ki, bizim cavabımız 5 led lampa olmalıdır. Bunu qısaca belə edə bilərik. 4 fərqli vəziyyət deyirdi. 300-ü 4-ün qüvvətləri arasına salarıq. 300 4 üstü 4 ilə 4 üstü 5 arasında yerləşir və qüvvəti böyük olanı götürürük. Ümid edirəm ki, bu aydındır. İndi keçək qəbula düşən sual nümunəsinə. Bu da onun kimidir. Sadəcə burada fərqli vəziyyət deməyib, rəng verməyib, hər hansısa bir fərqli bir şey verməyib. Sadəcə bizə deyir ki, 400 idmançının hər birinə unikal nömrə verilmişdir. Yəni, bayaq 4 fərqli vəziyyət göy, qırmızı, yaşıl verilməmişdi. Burada da unikal nömrə verilib. Nömrələrim nədir? 2, 3, 4, 5-dir. Və deyir ki, 400 idmançıya və bir idmançıya neçə rəqəmli kod verilir? 400 idmançı deyəndə, demək, mənim böyük enim 400-dür. Və 4 fərqli vəziyyətim var. Unikal nədir? Yəni təkrarlanmaz deməkdir də. 4 dənə fərqli vəziyyətim var. Yenə qutumu çəkirəm. Qutunu çəkdim. Bura yazıla bilər 2, 3, 4, 5. Yəni 4 vəziyyətdən biri yazılacaq. Bura 4 vəziyyətdən biri yazılır. 4 vurulsun. Davam edirik. 4. Yenə vurulsun. 4. Bu eləyir 64. Yenə vurulsun. 4. Bu elədir 256. Yenə vurarsınız 4-ə. Eləyəcək 1024. Baxıram ki, yenə də 4024-ün içərisində yoxdur. Yenə bir dəfə də vururam 4-ə. Bu eləyir 4096. İndi 400 nə idi? 4096-nın içərisində yerləşdiyinə görə artıq dayanıram. Bunların da hamısı bir bit olduğuna görə deyirəm ki, bir idmançıya demək 1, 2, 3, 4, 5, 6, 3, düzmü saydım? 6. 6 rəqəmli kod verilir.
bir idmançıya, demək 6 rəqəmli kod verilmiş olur. Bunu qısaca belə edə bilərik. 4000 4 rəqəmli verdiyinə görə 4-ün qüvvətləri arasına salırıq. Bax, buradakı kimi. 4000 demək 4 üstü 5 ilə 4 üstü 6-nın arasında yerləşir və qüvvəti böyük olanı götürürük. Olur 6. Bu şəkildə bu misalların əgər məntiqini başa düşsəz, dərinliyini başa düşsəz, etmək rahatdır. Ümid edirəm ki, başa düşdünüz.